Salam dostlar, bu videoda Unicast, Multicast, Broadcast və Anycast sayda olan sualları izahlı formada cavablandıracağım. Birinci sualdan başlayaq. Bu sual bizdən soruşur ki, Unicast Communication'ın əsas xarakteristikası hansıdır? Doğru cavab B variantı, one-to-one communication. Bir cihazın başqa bir cihazla əlaqə saxlaması Unicast Communication sayılır. Keçək növbəti suala. 2 nömrəli sual soruşur ki, paketin şəbəkədəki bütün cihazlara çatması hansı communication növüdür? Doğru cavab C variantı, broadcast. Paketin şəbəkədəki bütün cihazlara çatması broadcast communication sayılır. Keçək növbəti suala. 3 nömrəli sual. Data hansı communication növündə bir qrup cihaza göndərilir? Doğru cavab B variantı, multicast. Multicast communication növündə data bir qrup cihaza göndərilir. Keçək növbəti suala. 4 nömrəli sual. Anycast'ın məqsədi nədir? Doğru cavab C variantı. Trafik ən yaxındakı və ya ən yaxşı destination'a göndərilir. Trafikin ən yaxındakı və yaxud ən yaxşı destination'a göndərilməsi Anycast adlanır. Keçək növbəti suala. 5 nömrəli sual. Hansı communication növündə çoxlu lazımsız trafik yaradılır? Doğru cavab D variantı, broadcast. Broadcast trafik bütün cihazlara göndərilir, hansı ki lazım olmayan cihazlara da göndərilir. Keçək növbəti suala. 6 nömrəli sual. Hansı protokol broadcast trafik göndərərək cihazların MAC adresini tapır? Doğru cavab A variantı, ARP. ARP-ın açılışı Address Resolution Protocol. ARP protokolu broadcast mesaj göndərərək IP adresi əsasən MAC adresi tapır. Keçək növbəti suala. 7 nömrəli sual. Hansı communication növü video streaming üçün ən səmərəli olandır? Doğru cavab C variantı, multicast. Keçək növbəti suala. 8 nömrəli sual. Hansı IPv4 IP adresi limited broadcast adresidir? Doğru cavab A variantı. 255.255.255.255. Bu IP adres şəbəkədəki bütün lokal hostları bildirir. Keçək növbəti suala. 9 nömrəli sual. Hansı communication növü web səhifələri açarkən istifadə olunur? Doğru cavab B variantı, Unicast. Web səhifəni açarkən web browser birbaşa web server ilə əlaqə qurur. Yəni ki, bir cihaz başqa bir cihaz ilə əlaqə qurur. Bu da Unicast Communication adlanır. Keçək növbəti suala. 10 nömrəli sual. Hansı IP aralığı multicast üçün rezerv olunub? Doğru cavab B variantı. 224.000-dan 239.255.255-ə kimi olan IP-lər multicast üçün rezerv olunub. Multicast üçün rezerv olunan IP-lər D-class IP-lərdir. Keçək növbəti suala. 11 nömrəli sual. DNS-in ən yaxın serverə çatması üçün hansı communication növü istifadə olunur? Doğru cavab C variantı, Anycast. Keçək növbəti suala. 12 nömrəli sual. IP version 6-da broadcast nə ilə əvəz olunub? Doğru cavab A variantı, Anycast və multicast. IP version 6-da broadcast, Anycast və multicast ilə əvəz olunub. IP version 6 broadcast trafik dəstəkləmir. Keçək növbəti suala. 13 nömrəli sual. Aşağıdakılardan hansı multicast aiddir? Doğru cavab B variantı. Yalnız qrup üzvləri trafiki qəbul edir. Keçək növbəti suala. 14 nömrəli sual. Aşağıdakı izahlardan hansı doğrudur? Unicast, bir cihazın başqa bir cihaz ilə əlaqə qurması. Doğrudur. Multicast, bir cihazın bir qrup cihaz ilə əlaqə qurması. Bu da doğrudur. Broadcast, bir cihazın şəbəkədəki bütün cihazlar ilə əlaqə qurması. Bu da doğrudur. Anycast, bir cihazın ən yaxın destination-ə əlaqə qurması. Bu da doğrudur. Doğru cavab Y variantı. Yuxarıdakıların hamısı doğrudur. Keçək növbəti suala. 15 nömrəli sual. Hansı communication növü datanı subnetdəki bütün hostlara çatdırır? Doğru cavab D variantı, broadcast. Keçək növbəti suala. 16 nömrəli sual. Hansı communication növü internetdə ən çox istifadə olunur? Doğru cavab C variantı, Unicast. İnternet trafikinin əksəriyyəti bir cihazın başqa bir cihaz ilə əlaqə qurmasıdır. Yəni ki, Unicast trafikdir. Keçək növbəti suala. 17 nömrəli sual. Hansı communication növü serverlər arasında load balancingi artıra bilər? Doğru cavab B variantı, Anycast. Sorğular Anycast ilə ən yaxın və ya ən yaxşı serverə göndəriləcək. Unicast, Broadcast, Multicast və Anycast sayda olan sualları ətraflı izah eləməyə çalışdım. Ümid edirəm ki, bu sualların izahı şəbəkəni daha yaxşı öyrənməyinizə kömək olacaq. Dostlar, videonu bəyəndiysəniz, like etməyi, şərh yazmağı və dostlarınızla paylaşmağı unutmayın.